Deməli, Asiya, Afrika, Latın Amerikasının əhalisi haqqında bugün danışacağıq. Diaqram üzrə iş. Deyir, dünya əhalisinin regionlar üzərində paylanması. Müzakirə edin. Diaqrama əsasən dünya əhalisi ümumi sayında Asiya, Afrika, Latın Amerika əhalisinin payının faizlə təqribi hesablayın. Aldığınız nəticəni necə izah edə bilərsiniz? Demək, biz burada nə edəcəyik əvvəlcə? Görürük ki, dünyada cəmi 8 milyard nəfər var, düzdür? Yəni diaqramdan görürük ki, dünya əhalisinin ümumi sayı təxminən 8 milyard nəfərdir. Regionlar üzərində təxmini rəqəmləri qeyd edəcək ki, Asiyada 4,7 milyard, yəni dünya əhalisinin yarısından çoxunu əhatə edir. Afrikada 1,4 milyard, Latın Amerikasında isə qeyd edəcək ki, burada nə qədərdir? 0,65 milyard nəfər edir. Yəni bizim bu üç ərazini soruşur da, düzdürmü? Ölkə. Bəli. Mhm. Deməli, nəticə olaraq deyəcəksən ki, bu üç region, yəni Asiya, Afrika, Latın Amerikası birlikdə dünya əhalisinin təxminən 80%-dən çoxunu təşkil edir. Bu da nəyi göstərir? Bu da nəyi göstərir? Deyəcəksən ki, bu bəşəriyyətin əsas hissəsinin inkişaf etməkdə olan ölkələrin cəmləşdiyini göstərir. Deməli, baxaq biz burada mövzunu oxuyaq. Buyur oxu. Asiya, Afrika və Latın Amerikası dünyada əhalinin sürətlə artması ilə fərqlənən regionlardır. Hı. Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir. Milli adət-ənənələr, erkən nikahlar, çox uşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük verilməsi, dinin təsiri, ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi, gender problemi, qadınların əksəriyyətinin evdar qadın olması, cəmiyyət həyatında fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s. Ailənin iqtisadi tələbatı, aqrar iqtisad, iq- aqrar iqtisadiyyat şəraitində uşaqların əlavə işçi qüvvəsi olması, yaşlı valideynlərin övladların himayəsində yaşaması. Asiya, Afrika və Latın Amerikasında əhalinin sayının çox olması təkcə doğumun yüksək olması ilə deyil, eləcə də ölümün nisbətən aşağı göstəricisi ilə əlaqədardır. Səhiyyənin inkişafı, əhali arasında kütləvi peyvəndlərin aparılması, ana və körpələrə keyfiyyətli tibbi xidmətin göstərilməsi əhali arasında ölüm sayını azaldır. Lakin bu regionların hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Müasir Afrika dünyada doğumun ən yüksək olduğu region olub, demoqrafik partlayış səciyyələnir. Afrika ölkələrinin əksəriyyətində təbii artım 25-35 nəfərdir. Təbii artıma görə Niger 37 nəfər, Uganda 35 nəfər və Angola 32 nəfər dünyada ilk yerləri tutur. Şimali Afrika regionuna daxil olan ölkələr son zamanlar doğumun göstəricilərinin azalması müşahidə edilir. Demoqrafik partlayış bir çox iqtisadi, sosial və ekoloji problemlərin yaranmasına səbəb olur. Bunlardan ən başlıcası ərzaq problemidir. Afrika əhalisinin 2/3 hissəsi kənd təsərrüfatında çalışsa da, istehsal olunan ərzaq məhsulları əhalinin tələbatını ödəmir. Əhalinin sürətlə artması, e, əhalinin sürətlə artması təhsil və səviyyədə müxtəlif problemlərin yaranmasına səbəb olur. Müəllim və tibb işçilərinin, məktəb və tibb ocaqlarının, müxtəlif texniki təchizatın çatışmazlığı və s. Aha. Deməli, mətndə qeyd olunduğu kimi deyəcək ki, bu regionlara demoqrafik partlayış. Demoqrafik partlayış bilirsən də nə idi? Əhalinin Artması sayılır. bəli, sürətlə artması baş verirdi. Bunun da dedik ki, 4 əsas səbəbi var idi. Bir, milli adət-ənənələr, yəni erkən nikahlar, çoxuşaqlı ailələrin belə deyək də, sayının artması, oğlan uşaqlarına üstünlüyün verilməsi, daha sonra dini təsirlərdən danışa bilər ki, bir çox dinlərdə ailənin planlanmasında uşaq sayının məhdudlaşdırılmasına qarşı çıxılır. Daha sonra gender problemləri deyə bilərik. Məsələn, qadınlar təhsildən kənarda qalması, əsasən evdar qadın kimi fəaliyyət göstərməsi. Yəni təhsil qadınlarda adətən daha belə deyək də, təhsilli qadınlar necə olur? Adətən az uşaqlı olurlar, düzdürmü?
İqtisadi tələbat deyə bilərik. Məsələn, aqrar nə deməkdir? Kənd təsərrüfatı. Qeyd edəcək ki, aqrar cəmiyyətlərdə uşaqların gələcəkdə əlavə işçi qüvvəsi və yaşlı valideynlər üçün sosial sığorta, yəni baxıcı rolunu oynayırdı uşaqlar. Burada vacib qeyd olaraq yadında saxlamalısan ki, artım təkcə yüksək doğumla deyil, həm də tibbin inkişaf səviyyəsindən ölümün azlığı ilə bağlıdır. Yəni artım təkcə yüksək doğumla əlaqədar deyil, tibblə də bağlıdır, səhiyyə ilə də bağlıdır. Yəni ölümün azalması ilə də bağlıdır. Yəni biz burada qeyd edəcəyik ki, müasir Afrikada demoqrafi partlayışdan danışsaq, deyəcək ki, Afrika hazırda dünyada təbii artımın ən yüksək olduğu regiondur. Təbii artım bilirsən də nədir? Doğum və ölüm arasındakı fərq nədir? Təbii artımdır. Təbii artım göstəricisi qeyd elədi ki, hər 1000 nəfərə 25-35 nəfər düşürdü. Burada olan lider ölkələr Nigeriyanın adını çəkdik, 37 nəfər, Uqandanın adını çəkdik, 35 nəfər, daha sonra Angolada 32 nəfərdir. İstisna olaraq Şimali Afrika ölkələrindən məsələn Misiri, Tunisi qeyd edəcək ki, doğum göstəriciləri artıq azalmağa doğru gedir. Sürətli artımın yaratdığı problemlərdən də danışacağıq burada. Bilirik ki, əhalinin iqtisadiyyatda daha sürətlə artması ciddi fəsadlara yol açır. Necə fəsadlardır? Təbii ki, ərzaq problemləri deyə bilərik. Yəni, əhalinin 3/2 hissəsi kənd təsərrüfatında çalışsa da, istehsal olunan qida hamıya çatmır. Yəni, bu da aclıq təhlükəsi yaradır. Təhsil və səhiyyəni qeyd edə bilərik ki, məktəb, xəstəxana, müəllim, həkim çatışmazlığı yaranır. Ekoloji gərginlikdən danışa bilərik ki, təbii resursların həddindən artıq istifadəsi, istismar, yəni suyun, torpağın həddindən artıq istifadə edilməsi ekoloji gərginliyə gətirib çıxarır. İndi mənə cavab ver görüm, nə üçün inkişaf etmiş ölkələrdə, məsələn, Avropada, yəni inkişaf etmiş ölkələrdə deyil, məhz Asiyada, Afrikada əhali daha sürətlə artır. Məsələn, Avropa inkişaf etmiş bir ölkədir. Niyə Avropada deyil də məhz Asiyada, Afrikada əhali sürətlə artır? Ə, Şey də elə burada milli adət-ənənələrə görə dinin təsiri, səhiyyənin Aşağı olmaq təhlükə. istəyirsən. Hə, Düzdür. Deyəcəksən ki, çünki bu regionlarda hələ də aqrar cəmiyyət quruluşu süni təşkil edir. Qadınların cəmiyyətdə rolu necədir? Aşağıdır. Və ailə planlamasında, doğumun tənzimləməsində, belə deyək də, dövlət səviyyəsində zəif aparılır. De görüm mən, demoqrafi partlayış iqtisadiyyata necə təsir edir? əhalinin sayının artmağına səbəb olur. Yəni, demoqrafi partlayış, bəli, əhalinin sayının sürətlə artmasıdır. Əhalinin sürətlə artması iqtisadiyyata necə təsir edər səncə? Təbii ki, Hmm, mənfi təsir edir. Düzdür? bəli, Yəni, dövlət büdcəsinin böyük bir hissəsi yeni doğulanların ehtiyaclarına, bağçasına, məktəbinə, daha sonra müavinətinə xərclənir. Bu da ölkənin texnoloji və sənaye inkişafının, belə deyim də, investisiya qoyulmasını çətinlər. İnvestisiya yəni pul. Bunlar texnologiyaya, sənayeyə pul qoya bilmirlər, investisiya qoya bilmirlər. Belə deyim də, partlayış olarsa, sürətlə artım olarsa, bunlar məcburlar ki, bağçaya, məktəbə, bir də müavinətə pul qoysunlar. Aydındırmı? bəli. Deməli, belə deyək də, mətndə orada qeyd olunub ki, ərzaq probleminin. Əsas səbəbi nə idi ərzaq probleminin? Kasıb ölkələr. Yəni, Afrika əhalisi misalında böyük əksəriyyəti, 3/2 hissəsi məhz ərzaq istehsalı, yəni kənd təsərrüfatı ilə məşğul olur. Lakin köhnə üsullarla işlədikləri, belə deyək də, və əhalinin çox sürətlə artdığı üçün onlar nə edə bilmirlər? Özlərini doyura Çatdırmır. bilmirlər. Şu köhnə üsullar işləyirlər də, əl əməyinə istifadə edirlər. Yeni texnologiyaya əl atmayıblar deyə onlar ərzağı sürətlə, belə deyək də, necə deyim sənə, istehsal edə bilmirlər. Ona görə də əhalinin çoxu nə edir? Ac qalır. Aydındır? Bəli. İndi bu hissəni də oxu, Afrikada ekoloji böhran. Afrika ekoloji böhrana, quraqlıq, səhralaşma, torpaqların məhsuldarlığının azalması və şirin su çatışmazlığına məruz qalmış bir regiondur. Əhalinin sürətlə artması bu problemlərin daha da kəskinləşməsi ilə nəticələnir. Hı.
Asiyanın da hərsi sürətlə artmaqdadır, lakin Asiyanın müxtəlif regionlarında demoqrafik vəziyyət fərqlidir. Aha, deməli burada deyir cədvəl üzərində iş. Ölkədə demoqrafik və iqtisadi göstəriciləri müqayisə edin. 2023-cü ildə. Burada görsən də deyir istehsal olunan məhsul və xidmətin ümumi dəyəri. Yaponiyada təbii artım, deməli Şərqi Asiya və Cənubi Asiya. Demoqrafik və iqtisadi göstəricilər arasında hansı əlaqə var? Məsəl üçün, biz cədvəldə görürük ki, iki fərqli qrup ölkə müqayisə edilib. A qrupunda Şərqi Asiya, yəni inkişaf etmiş ölkələr, e, Yaponiya, Çin, Cənubi Koreya. Bu ölkələrdə ümumi daxili məhsul bilsə nədir? Adam başına düşən pul. Yəni burada istehsal olunan məhsul və xidmət necədir? Çox yüksəkdir. Təbii artım bəs nə vəziyyətdədir? Aşağıdır. Hətta Yaponiyada necədir təbii artım? Mənfidir. Bu deməkdir ki, Yaponiyada əhali qocalır və azalır. Siyasətə baxsaq, bu ölkənin əhalisi birinci tip. Yəni aşağı doğum və aşağı ölüm. Bilirsən də təbii artımın iki tipi var. Birinci tip müasir, ikinci tip ənənəvi tip. Müasir tipdə necə idi təbii artım? Aşağı idi. Ənənəvi tipdə necə idi? Təbii artım yüksək idi. B qrupuna baxırsan ki, Cənubi Asiya inkişaf etməkdə olan Nepal, Pakistan, Bangladeş. İqtisadi göstəriciləri deyəcəksən ki, iqtisadi göstəricisi Şərqi Asiyaya nisbətən necədir? Aşağıdır. Təbii artım necədir bəs? Yüksək. Yəni burada doğulanların sayı çoxdur. Deməli, nəticədə deyəcəksən ki, iqtisadi inkişaf səviyyəsi yüksəldikcə adətən təbii artım azalır. Yəni Yaponiyada, Çində, Cənubi Koreyada iqtisadiyyat necədir? Yaxşı inkişaf edib. Yəni iqtisadiyyat inkişaf etdikcə demoqrafik göstəricilər aşağı düşür. Yəni təbii artım azalır. İndi burada sənə deyir ki, demoqrafik və iqtisadi göstəricisinin hansı əlaqə var? Bunu biz müşahidə elədik. Düzdür? Bildik ki, iqtisadiyyat artdıqca, iqtisadi göstərici artdıqca demoqrafiya aşağı düşür. Yəni təbii artım azalır. Aydındır? Bəli. İndi davam elə buranda oxu. Çin, Yaponiya və Cənubi Koreya əhali təzələnməsinin birinci tipinə keçməyə nail olmuşlar. Bu proses həmin ölkələrdə aparılan demoqrafik siyasətin nəticəsidir. Xüsusilə Yaponiyada ciddi demoqrafik islahatlar aparılmışdı. Bu ölkə dünyada uşaq ölümünün ən aşağı səviyyəsinə çatmışdı. Cənubi və Mərkəzi Asiyanın hərsi sürətlə artır. Bu regionlarda doğumun azalmasına doğru aparılan demoqrafik siyasət milli və dini adət-ənənələrə görə istənilən nəticəni vermədi. Cənub-Qərbi Asiyanın iqtisadi göstəriciləri yüksək olan ölkələrində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyndə isə ümumiyyətlə doğumun məhdudlaşdırılması qadağandır. Bu ölkələrdə əhalinin artımı yüksək olsa da, hökumət təbii artımı yüksəltmək üçün müxtəlif istiqamətli tədbirlər, doğulan uşaqlara müavinət verilir, çox uşaqlı ailələrə güzəştə gedir və s. görür. Deməli, deyir diaqram üzrə iş. Müzakirə edin. Dünya əhalisinin payında Asiyanın üstün mövqeyinə aid 5 səbəb yazın. Digər regionlar və Asiya. Biz demək bu diaqramda nəyə qeyd edəcəyik? Qeyd edəcək ki, Asiyada 1900-cü ildə və də 2023-cü ildə verilib. Baxırsan ki, Asiyada nə olub? Dünya əhalisinin payı artıb yoxsa azalıb? Azal. Demək biz deyəcək ki, 1900-cü ildə Asiyada dünya əhalisi 56% idi. 2023-cü ildə isə bu rəqəm 60% olub. Artıb 60%-dir. Bu son bir belə deyək də, əsrdə Asiyada təbii artımın sürəti digər regionlarda, məsələn Avropadan yüksək olduğu göstərilir. Yəni biz qeyd edəcəyik ki, Asiyada təbii artımın üstün olmasının səbəbi nə ola bilər səncə?
Aha. şeydir, işçi qüvvəsinin falan onlara bir də ən böyük şeydir də qita. Asiya deyirsən ki, belə deyək də, Asiyada təbii artımın yüksək olması tək bir səbəblə qeyd ediləməyəcək. Yəni burada görürsən 5 dənə səbəbdir. Bu təbii ki, təbii artımın yüksək olması bir neçə amilin birləşməsindən ibarət ola biləcək. Düzdürmü? Məsəl üçün, burada biz qeyd edəcəyik ki, iqtisadi amillər, məsələn, aqrar cəmiyyət. Bilirsən ki, Asiyanın bir çox ölkələri Pakistandır, Banqladeşdir, Hindistandır. Bir hissəsi hələ də aqrar xətti daşıyır, yəni kənd təsərrüfatla məşğul olur. Düzdürmü? Kənd təsərrüfatında əl əməyinə böyük ehtiyac var. Bunlara nə edirlər? Övlad bunlar üçün nə olur? İşçi qüvvəsi. Yəni kənd yerlərində uşaqlar kiçik yaşlarında nə edirlər? Tarlada kömək edir. Bu da ailə üçün əlavə pulsuz işçi deməkdir. Daha sonra biz burada yaşlılıq sığortasından danışa bilərik ki, sosial təminatın zəif olduğu ölkələrdə valideynlər qocalanda onlara uşaqların baxacağını ümid edirlər. Bildinmi? Ona görə bu ölkələr, yəni Asiyada qeyd etdiyim Hindistan, Pakistan, Banqladeş kimi ölkələr uşaqları dünyaya çox gətirirlər. Gətirməsinə səbəbi yenə dedim. İşçi qüvvəsi kimi baxırlar, bir də özlərinə baxıcı kimi baxırlar. Sonra dini milli adət-ənənələrdən danışa bilərik ki, Asiya cəmiyyətində ailə dəyərləri çox güclüdür. Yəni çox uşaqlıq var burada. Məsələn, bir çox Asiya xalqlarının mədəniyyətində çox uşaqlıq ailənin nüfuzu, güc rəmzi sayılırdı. Sonra dini inanclardan danışa bilərik. Yəni bəzi dinlərdə belə deyək də ailə planlamasında doğumun suni şəkildə məhdudlaşmasına qarşı çıxırlar. Bildinmi? Sonra erkən nikahlar deyə bilərik. Xüsusilə Cənubi Asiyada erkən yaşda qadınlar neynirlər? Ailə qururlar. Bilirsən ki, bu nəticəsində də tez yaşda ailə quranında uşağı çox olur axı. Daha çox uşaq dünyaya gətirirlər də. Keçmişdə necə idi? Bundan başqa tibbi inkişaf və ölümün azalmasını danışa bilərik ki, əvvəllər doğum çox olsa da uşaq ölümü də yüksək idi. Deyəcək ki, lakin son 10 illiklərdə səhiyyənin inkişafı, yəni tibbin inkişafı, məsələn, peyvəndlənmə, sanitariyanın qaydalarının yaxşılaşması nəticəsində ölüm neynəmişdi? Kəskin azalmışdı. Yəni doğum hələ də yüksək səviyyədə qalırdı. Bu isə nə yaradırdı? Demoqrafik partlayış. Daha sonra qadınların təhsil və cəmiyyətdəki mövqeyinin aşağı olması deyə bilərik. Yəni təhsil səviyyəsi yüksək olan qadınlar adətən karyeraya üstünlük verir və daha çox gec ailə qururlar da bu tip xanımlar. Asiyada bəzi regionlarda qadınların təhsildən kənara qalması, məsəl üçün əsasən evdar qadın kimi fəaliyyət göstərilməsi doğum faizinin yüksək saxlayan əsas amillərdən biridir. Yəni biz qeyd edəcəyik ki, Cənubi Asiyada, Pakistan və Hindistanda artım hələ də çox yüksəkdir. Şərqi Asiyada, Yaponiyada, Cənubi Koreyada, Çində qeyd edəcəksən ki, burada vəziyyət tamamilə dəyişib. Yəni iqtisadiyyat inkişafı və bir ailənin bir uşaq kimi siyasətlər nəticəsində artıq bu ölkələrdə artım çox aşağıdır. Yəni əhali nə etməyə başlayıb? Azalmağa başlayıb. Aydındır indi sənə aydın oldu mu Asiyada niyə uşaqların belə deyim də təbii artım niyə yüksəkdir? Bəli. Hı -hı. Bunlardan danışdıq. Biz qeyd elədik ki, bayaq da bu diaqramımızı da təhlil etmişdik. Biz burada danışacağıq ki, əsasən Asiyanın və Afrikanın nədən danışdıq burada? Ekoloji vəziyyətindən. Yəni burada mətndə də qeyd olunduğu kimi Afrikada əhalinin sürətli artımı ekoloji problemlərlə, yəni quraqlığın, səhralaşmanın, su qutluğunu neyini daha da kəskinləşdirirdi. Çünki daha çox insan, daha çox resurs deməkdir. Yəni Asiyada isə vəziyyət necə idi? Fərqli idi. Burada həm əhali çox sürətlə artdığı, həm də artımın dayandığı ölkələr vardı. Necə ki, bayaq deyək, Çin kimi ölkələr nedirdilər? Artımı dayandırmağa çalışırlar da. Yəni hər ailədən bir uşaq olsun siyasətini yürüdürdülər. Sonra biz burada diaqramımızdan danışdıq və mənə də görüm, nə üçün Yaponiyada təbii artım mənfi göstərici ilə qeyd olunub? Çünki uşaq dünyaya gəlmir artıq. Bəli, çünki Yaponiyada ölüm sayı doğulanların sayını üstələyir. Yəni əhalinin sürətlə
qocalır. Buna da belə deyirlər bəzən depopulyasiya. Bu da gələcəkdə işçi qüvvəsinin nəyə səbəb olacaq? Çatışmamazlığına səbəb olacaq. De görün mənə, Cənub-Qərbi Asiyanın zəngin neft ölkələrində niyə doğumun azaldılmasına deyil, artırılmasına çalışır? Yəni, məsələn, Birləşmiş Ərəb Əmirliyində, Küveytdə niyə doğumun azalmasına deyil də artırılmasına çalışılır? Gələcəkdə işləməyə adam olsun deyə. Bəli. Yəni bu ölkələr ərazisi geniş, mali imkanları çox, lakin yerli əhalisi nədir sayı? Azdır. Onlar da bəli, xarici işçi qüvvəsindən asılılığı azaltmaq üçün öz vətəndaşlarının sayını artmasında siyasət edirlər. Bildinmi? Bəli. Dünya əhalisinin payında Asiyanın üstün mövqe olmasının hansı səbəblərsən birdən? E, Bu ailələrdə uşaqlar işçi qüvvəsi gözündən baxılır. Aha, tarixi faktorlar deyə bilərsən. Yəni qədimdən bəri əkinçilik üçün əlverişli şəraiti olması əhalinin burada cəmləşməsinə səbəb olub. Buna deyə bilərik. Daha sonra dini amillər deyə bilərsən, düzdür? Bəli, təhsil hüquqlarının pozulmağı. Məsələn, İslam dini çox uşaqları dəstəkləyir də, düzdürmü? Aqrar iqtisadiyyat deyə bilərsən. Bəli, kənd təsərrüfatına əl əməyinə ehtiyacın olması, uşağın əməyinə. Tibbin inkişafı düzdür. Son illiklərdə ölümün faizinin kəskin aşağı düşməsi, milli mentalitet deyə bilərik ki, ailə dəyərlərinin və nəslin davam etdirilməsinin arzusunda e, güclü istəyən olması. Gələk bu hissədən də danışaq biraz. Oxu görək buranda. Hı. Latın Amerikasında əhali sürətlə artır. 21-ci əsrin başlanğıcında Latın Amerikasının əhalisi 520 milyon nəfər olmuşdu. Braziliya və Meksikanın əhalisi isə artıq 100 milyon nəfəri keçmişdi. Ən yüksək təbii artım regionunun ən az inkişaf etmiş ölkələri olan Qvatemala, Hı hı. Beliz, Honduras, Salvador və Paragvayda müşahidə edilir. Asiya, Afrika və Latin Amerikası ölkələrində əmək emiqrasiyası müşahidə olunur. Bu regionların iqtisadi cəhətdən fəal əhali inkişaf etmiş ölkələrə, Qərbi Avropa və ABŞ-ə miqrasiya edirlər. İstisna olaraq Asiyada varlı ərəb ölkələri əmək immiqrasiya mərkəzlərinə çevrilmişdir. Ərəb Əmirlikləri və Küveyt işləyən əhalinin 80-90%-i mühacirlərdir. Aha. Yəni biz bildik ki, Latın Amerikasında sürətli əhalinin artımı ilə seçilirdi. Düzdürmü? Burada böyük ölkələr dedik, Braziliyada və Meksikada artıq 100 milyonluq həddi keçiblər. Ən yüksək artım dedik ki, regionun iqtisadi cəhətdən ən az inkişaf etmiş ölkələrindədir. Qvatemalanı, Belizi, Honduras, Salvador, Paragvayı adını çəkə bilərik ki, burada müşahidə edilir. Bu bir qanuna uyğunluqdur ki, iqtisadiyyat zəifdirsə, doğum adətən daha yüksək olur. Yəni bunu konkret olacaq yazı saxlayın ki, bir ölkədə iqtisadiyyat zəifdirsə, doğum adətən yüksək olur. Burada görürsünüz ki, əhalinin yaş strukturu göstərilib. Yəni ki, diaqramda bizə 3 region əhalisinin tərkibi göstərilir. Burada ən mühüm məqam uşaqların 16 yaşına qədər və yaşlıların isə 65 yaşdan yuxarı payıdır. Afrikaya baxırıq ki, Afrikada uşaqların payı ən yüksəkdir. Hə, yoxsa əmək qabiliyyətli əhalinin payı çoxdur. Əmək Yəni, qabiliyyətli. bəli, əsasən yaşlılarla uşaqlara baxsaq, görərsən ki, yaşlıların nisbətən uşaqların payı çoxdur. Bu o deməkdir ki, Afrikada əhali necədir? Çox gəncdir. Lakin iqtisadi yük nədir? Böyükdür. Çünki uşaqlar istehsal etmir. Yalnız neyinir? İstehlak edirlər. Yaşların payı isə cəmi 3%-dir. Yəni burada nəyi göstərir bu? Orta ömür müddəti burada azdır. Deməli, Asiya və Latın Amerikasına baxaq. Bu regionlarda uşaqların payı 32 və 33%-dir. Afrikaya nisbətən azalsa da hələ də onlarda yüksək sayılır. Əmək qabiliyyətli əhali isə 62%-dir, yəni üstünlük təşkil edir burada.
Deməli, biz belə deyək də, mətndə biz gördük ki, iki növ miqrasiya qeyd olunub. Düzdürmü? Bir emiqrasiya, bir də immiqrasiya. İm, bir də im. Emiqrasiya və immiqrasiya. Qızlar, emiqrasiya ilə immiqrasiya nə deməkdir? Baxın, emiqrasiya ölkədən çıxma, yəni ölkədən gedən. Em. Məsələn, eyvana çıxan kimi yadda saxlaya bilərsiniz. İm isə ölkəyə gələn. Emiqrasiya ölkədən çıxan, yəni Asiya, Afrika və Latın Amerikasında insanlar iş tapmaq üçün ABŞ və Qərbi Avropaya gedirlər. İmmiqrasiya isə ölkəyə gələn və varlı ərəb ölkələri, yəni Birləşmiş Ərəb Əmirliyi, Küveyt işçi qüvvəsini qəbul edir. Yəni biz burada qeyd etdik ki, mətndə də fakt olaraq qeyd elədik ki, Birləşmiş Ərəb Əmirliyi, Küveyt işləyən əhalinin 80-90%-ni nə edirdi? Mühacirlər idi. Yəni mühacir bilirsiz nə deməkdir? Xaricilər deməkdir. Gələk burada baxaq bizim birinci tapşırığımıza. Deyir, Asiya, Afrika, Latın Amerika ölkələrinin demoqrafik hadisələr arasında məntiqi arzılığı müəyyən edin. Məntiqi arzılığımızı müəyyən edək. Birinci nə gələcək? Yəni biz səndə demoqrafik hadisələr bir-biri ilə zəncirvari şəkildə asılıdır. Hı -hı. Doğulan aşağı yüksəlir. Dolunlara sayı deyirsən ki, necədir? Yüksəkdir. Yüksəlir. Hı -hı. Əhalinin sayının sürətlə artır. Doğulların sayı yüksəksə, demək əhalinin sayı sürətlə artır. Bu da nəyə səbəb olur? Demoqrafik Böhrana. partlayışa. Partlayış. Sonra əhalinin sayı artırsa nə olacaq? İşsizlik də artacaq da. Adam sayı çoxdur, iş də şey qalır da. Ehtiyac artır. İşsizlik artır. Dövlət hamını işlə təmin edə bilmir. İşlə də əlavə deyəcəksiniz ki, ərzaq çatışmazlığı baş verir. Ərzaq çatışmırsa nə olur? Yoxsulluq artır. Doğulan Deməli, artır. aysa yoxsulluq artır, düzdür. Ona görə gələcək bizdə birinci doğanların sayı yüksəlir, əhalinin sayı sürətlə artır, işsizlik artır, ərzaq çatışmazlığı baş verir, yoxsulluq artır. İndi burada gələk ikinci sualımıza baxaq. Deyir, yaş və cins piramidaların hansı Çinə, hansı Bangladeşə aiddir? Cavabınızı əsaslandırın. Hansı Çinə, hansı Bangladeşə aiddir? Piramidada göstərə əhalinin artım sürəti göstərilir. Burada indi hansıdır sizcə Bangladeşdə, hansı Çindir? Bence birinci Çin'di, ikinci Bangladeş'ti. A diaqramı deyirsən ki, Çindir, B diaqramı Çin'de. Bangladeşdir. Nə Aha. əsasən? Çində iqtisadiyyat daha yaxşı inkişaf eləyibdi. Daha çox belə deyək də fikirlərini ancaq işə, gücə, iqtisadiyyata sərf edirlər. Amma ki Bangladeş mənə elə gəlir ki, daha çox işləməyən əhalidir və orada da daha çox məncə say artımı olar deyə düşünürəm. Aha, düzdür. Bax burada deyəcəksiniz ki, A piramidası Çinə aiddir. Bax burada Çinin piramidasının aşağı hissəsi necədir? Bütövdür, hə. Hı -hı. Elə bir ləkən kimidir. Aha, deməli deyəcəksiniz ki, biz burada qeyd edəcəyik ki, Çində aparılan bir ailə, bir uşaq siyasəti iqtisadi inkişaf nəticəsində doğumun azaldığını göstərir. Hı -hı. Burada B piramidası isə Bangladeşə aiddir. Çünki oturacaq necədir? Tam deyil elə bil ki. Hı -hı. Burada deyəcəksiniz ki, doğum çox yüksək olduğundan, əhali sürətlə artdığından, yəni inkişaf etməkdə olan ölkə tipi də bunu göstərir əsasən. Yəni A diaqramı qeyd edəcək ki, təbii artıma malikdir. Baxın, nə demək istəyirəm. Bax, burada aşağı hissəni görürsünüz. Fikir versiniz bu Aha. aşağı hissə. Bu aşağı hissə enidirsə, demək ki, uşaqların sayı orada çoxdur. Bax, bu aşağı. Yox, bura dardısa, demək uşaqların sayı azdır. Hı. Yəni, bu ölkədə təbii artım nədir? Yüksəkdir. Amma B-də necədir? Təbii artım, Azdır. aha, bəli, çünki uşaq azaldılır. Çində bilsə belə bir siyasət var idi ki, hər ailəyə bir uşaq düşməlidir. Yəni, bu ölkə demoqrafik köçüt yolu ilə daha irəli gedərək əhalinin tənzimlənməsi ikinci tipindən
Birinci tipinə keçmişdir. Yəni piramidanın aşağı hissəsi necədir? Ensizdir. Bir isə təbii artım necə tipi vardı deyə Ülker? 2. İki. Hansıdır? Birinci tip hansıdır? İkinci tip hansıdır? Birincisi müasir, ikincisi ənənəvi. Ay sağ ol. Müasir ənənəvi tip. Deməli bu Çin əvvəllər ənənəvi tipdə imiş. Yəni təbii artım yüksək imiş. Amma Hı indi hı. birinci tipə keçib. Yəni müasir tipə keçib. Orada siyasət yürüdür ki, uşaqlar azalsın. Deməli A oldu bizim nəyimiz? Bangladeşimiz. B də oldu bizim nəyimiz? Çinimiz. Bilmez. Aydındır? Hı hı. Yəni biz bunlara əsasən aşağı uşaqları bildirir. Ha, bildim. Mhm. Demək, nə üçün Afrikada yaşlı insanların payı 3%-dir. Asiya və Latin Amerikasında 5-6%-dən daha aşağıdır. Niyə Afrikada yaşlıların payı Asiya və Latin Amerikasından daha aşağıdır? Afrikada səhiyyə onlardan daha pisdir. Asiya, çünki Afrikada səhiyyə sistemi daha zəifdir. Həyat səviyyəsi aşağıdır. Bu da insanların orta ömür müddətinin qısa olmasına səbəb olur. Deməli, Bence əmək de gıda çatışmamazlığı da vardı orada. Bəli, qida çatışmamazlığı da var, düzdür. Qida çatışmamazlığı orada uşaqların sayının çox olması ilə bağlıdır. Uşaqlar daha çox yeyirlər də ona belə çıxır. Hə, uşaqları bir ölçüdə uşaq sayı çoxdursa, belə deyim də, gənclər yaranır. Gənclərin də çox olduğu yerdə işsizlik də yaranır, ərzaq çatışmamazlığı yaranır, Hı. ekoloji problemlər, hər şey yarana bilər də, yəni. Hı. Əmək miqrasiyasının bu regionlar üçün həm müsbət, həm də ki mənfi tərəfi nədir? Əmək miqrasiyasının bu regionlar üçün həm müsbət, həm də mənfi tərəfləri nələrdir? Məsəl üçün əmək inkişaf elirsə, mən məsəl üçün deyirəm, Miqrasiya uşaqlar daha çox tez yox, hə, nə miqrasiya. əmək miqrasiyası, bilirsən nə demək istəyirəm? Bayaqlarım qeyd etdimi? Emiqrasiya, immiqrasiya. Dedimi, Hə, emiqrasiya eyvana çıxmaq, ölkədən gedir. gedənlərdə, hə. İmmiqrasiya ölkəyə gəlir. Yəni bu deyir ki, Hə. miqrasiyanın hansı müsbət, hansı mənfi cəhəti var? İşçi qüvvəsi artar, Aysa, əmək müsbət, sahəsi zəifləyər. bəli. Müsbət Hı. cəhət deyəsiniz ki, ölkədə işsizlik azalar. Və xaricdə işləyənlər öz ailələrinə pul göndərərək ölkəyə valyuta gətirər. Mənfi cəhəti isə beyin axını baş verir. Ən enerjili, gənc və bəzən təhsilli insanlar ölkəni neynirlər? Tərk edirlər. Tərk edirlər. Bəli. Əgər bir ölkədə uşaqların payı 45%-dirsə, yəni Afrika kimi, bu ölkələrdə, yəni bu dövlətin büdcəsinə necə təsir edər sizcə? Mənfi təsir edir, azalar. Daha Aha. çox sərf olunur yeməyə, qidaya, Ayşə, məktəblərə, texnologiyaya az sərf bağçalar, olunur. bəli. Deyəcəksiniz ki, bu dövlət üçün böyük sosial yükdür. Yəni, hökumət büdcəsinin böyük hissəsinin, yəni məktəblərin tikilməsinə, uşaq xəstəxanalarına, müavinətlərin ayrılmasına, bu da ağır sınayın inkişafını eləyir, ləngidir. Onlar elə bil ki, texnologiyaya, sənayeyə pul qoya bilmirlər, investisiya qoya bilmirlər. Aydındır? Demək, Avropa, Şimali Amerika və Avrasiyanın əhalisindən danışaq. Gəlin, burada da bizə deyir ki, diaqram üzrə iş dünya əhalisinin sayında Avropanın payı. Digər regionlara baxırsınız, bir də Avropaya baxırsınız. Düzdürmü? Deyir, müzakirə edin. Əhalinin tənzimlənməsinin birinci tipi əhalinin təbii azalması, demoqrafik böhran terminlərini istifadə edərək dünya əhalisinin sayında Avropa ölkələrinin payının dəyişməsini neyin? İzah edin. Biz burada baxırıq ki, 1900-cü ildə, yəni Avropanın dünya əhalisinin payları üzrə, belə deyim də, payının illər üzrə dəyişməsi göstərilib. 1900-cü ildə deyəcəksiniz ki, 18%, 1950-ci ildə isə 13%, 2000-ci ildə 7%, 2023-cü ildə isə 9%-dir. Yəni, kiçik bir artım miqrasiya hesab oluna bilər. Lakin bu qeyd ediləcək ki, yenə nədir? Ümumi tendensiyası burada aşağıdır. Nəticə olaraq deyəcəyik ki, Avropanın payı 120 il ərzində nə olub? Yarbayar azalıb. Bunun da səbəbi Avropada əhalinin artması, lakin Asiya və Afrikada demoqrafik partlayışın baş verməsidir. Avropada nə olub? Əhali artmayıb.
Düzdür. Qeyd ediləcək ki, yəni bunun səbəbi Avropada əhalinin artmaması, lakin Asiya və Afrikada demoqrafik partlayışın baş verməsidir. Demoqrafik partlayış əhalinin çox olduğu yerlərdə baş verir. İndi bizdə əhalinin tənzimlənməsinin birinci tipi nədir? İnkişaf etmiş ölkələr üçün səciyyəvi olan bu tip deyəcəksiniz ki, məsələn, mən bayaq dedimi, təbii artımın iki tipi var. Birinci tip müasir tipdir. Orada doğum aşağı olur. İkinci tip isə ənənəvi tipdir. Orada yüksək, yəni təbii artım yüksəkdir. Deyir, əhalinin təzələnməsinin birinci tipi, yəni müasir tipindən danışır. Burada müasir tipdə yüksək həyat səviyyəsi, keyfiyyətli qidalanma, tibb sənayesində insanlar daha çox yaşayır. Orta ömür müddəti, məsələn, İtaliyada 83,8, Fransada 82,2 ildir. Yəni burada bu da çox göstəricidir. Onu demək istəyirəm ki, təbii artımın birinci tipində yadınızda saxlayın ki, birinci tipdə müasir tipdir, doğum aşağıdır, orta ömür müddəti çoxdur. Çünki orada uşaqlar dünyaya gətirmirlər. İnkişaf etmiş ölkələrdir. Dünyaya uşaq gətirmir. Yalnız özlərinə vaxt ayırırlar. Onların da orta ömür müddəti uzundur. Bildinizmi? Deməli, qeyd edəcəyik ki, doğumun azalma səbəbləri nələrdir? Yəni təbii artımın azalması da, təbii artım doğumun azalması deməkdir. Deməli, bunun da biz 6 səbəbini qeyd edə bilərik ki, qadınların aktivliyi, qadınlar təhsil alması, karyera qurması, nenir? Ana olmaq planını təxirə salır. Gecikmiş nicahlar, insanlar maddi təminat yaradandan sonra adətən 30 yaşdan sonra nenirlər? Ailə həyatı qururlar. Yüksək xərclər, yəni uşağın təhsili və tərbiyəsində çəkilən xərclərin çox olması qeyd edə bilərik. Ailə dəyərlərinin zəifləməsi, fərdi azadlıq, ailə məsuliyyətinin üstün tutulmasından danışa bilərik. Daha sonra maddi mədəni tələbatlarına danışa bilərik ki, insanların səyahətə getmək istəyi, əyləncəsi, şəxsi inkişafı daha çox vaxt və pul ayırması. Yəni uşağa yönəlmirlər, öz ehtiyaclarına yönəlirlər. Daha sonra sosial təminatdan danışa bilərik ki, yaşlıların övlad ümidinə deyil də dövlətin verdiyi təqaüd və himayəyə güvənməsi. İnkişaf etmiş ölkələrdə belə bir qayda yoxdur ki, gələcəkdə mənim uşağım baxsın. Yəni onlar dövlətin verdiyi təqaüdə və himayəyə güvənirlər. Yəni yaşlılar evinə, qocalar evinə daha çox üstünlük verirlər. Demirlər də, hə, mən bu qədər uşaq dünyaya gətirim, heç olmasa biri mənə baxsın. Məsələn, Məncə düzgün olan odur Cəylə. hə, yəni bizim belə deyim də Azərbaycandakı kimi düşüncə yoxdur onlarda ki, Azərbaycan biz ki inkişaf etməkdə olan ölkədir. Yox, İnkişaf uşaq bir dəfə dünyaya gəlibdir, onu da yükləyək. Hə, yəni ki, o demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə orta ömür müddətinin uzun olmasının səbəbi doğum etməmələrdə daha çox. Uşaq elə bil ki, onların belə çıxır ki, ömürlərini sömürür də. Elədir. Millətin qocalmasından da danışa bilərik. Demoqrafik böhran bilirsiniz də nə deməkdir? Azalma. En azından. Ay sağ ol. Demoqrafik böhran azalma deməkdir. Yəni bu da qocalma deməkdir. Yəni demoqrafik partlayış uşağın çox olmasıdır. Böhran olanda yaşlılar olur da uşaq olmur. Bir sözlə ölkə əhalisinin çox artması üçün uşağın olması deməkdir. Yəni biz demoqrafik böhrandan danışsaq, bu ölkələrdə uşaqların sayı azalır, yaşlıların payı isə artır. Yəni 65+ yaşlıların payı artır. Demoqrafik qocalma. Yaşlıların payı 12-14% olduqda qocalma başlayır. 18% keçdikdə isə yüksək həddə hesab olunur. Problemlər nələrdir? İşçi qüvvəsi çatışmır. Çünki cavan yoxdur, işçi qüvvəsi də bilsəsə cavan, qoca nə iş görəcək ki? Əmək ehtiyatları azalır. Bilirsiniz ki, dövlət büdcəsində təqaüdlər və tibbi xidmətlərə ayrılan xərclər artır. Vergi ödəyən gənclərin sayı azalır. Təqaüd alanların sayı isə artır. Yəni bu demoqrafik böhran qocalma ilə bağlıdır. Aydındır sizə? Bəli. Dedik ki,